Rusiyanın Buryatiya bölgəsində səmada uçan naməlum obyekt görünüb. Görüntülər aprelin 20-sində axşam saatlarında qeydə alınıb. Kadrlarda qaranlıq səmada parlayan obyekt görünür. ABŞ prezidenti Donald Trump gələn həftə Dövlət Departamentinin Afrika qitəsində fəaliyyətini məhdudlaşdıracaq və bir sıra vacib olmayan səfirlik və konsulluqları bağlayacaq fərman imzalaya bilər. Bu barədə New York Times məlumat yayıb. Dövlət Departamenti New York Times-ın iddiasını təqzib edib və nəşri yalan məlumat yaymaqda günahlandırıb. Dövlət katibi Marco Rubio da sosial şəbəkə hesabında məlumatı saxta, New York Times isə yalanın növbəti qurbanı adlandırıb. ABŞ hərbi qüvvələrinin Yemənin Səna vilayəti və digər ərazilərinə növbəti aviya zərbələri nəticəsində azı 2 nəfər həlak olub. Bu barədə Əl-Ərəbiyyə məlumat yayıb. Hücumda 11 nəfərin də yaralandığı qeyd olunub. Ukrayna Amerikanın HIMARS raket sistemlərindən istifadə etməklə Paska atəşkəsinə əməl etməyib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova Birləşmiş Ştatların Paska atəşkəsinin davamlı olacağına ümid etdiyinə dair bəyanatını şərh edərkən deyib. Onun sözlərinə görə Zelenski administrasiyası mülki enerji infrastrukturunu hədəf alıb. Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Moskvanın bütün əsas cəbhə xəttlərində atəşkəs vədini pozduğunu qeyd etmişdi. Ermənistan ordusu Gorus istiqamətindəki döyüş mövqelərində təcili olaraq mina atanlar yerləşdirib. Qeyd olunub ki, mina atanın belə açıq və çətin şəraitdə palçıq yağış altında yerləşdirilməsi adi patrol və ya müdafiə üçün deyil. İsrail hərbi hava qüvvələrinə məxsus PUA-ların Livana zərbələri nəticəsində 7 nəfər ölüb. Qeyd olunub ki, zərbələr əsasən Hizbullah bazalarının yerləşdiyi Nabatiya yaxınlığına və İklim Ət-Tufaq dağlıq zonasına endirilib. Hücumlar zamanı bir neçə nəfərin də yaralandığı qeyd olunur. Bugün Ukraynada hava hücumu siqnalları yox idi. Bu atəşkəs formatı əldə edilib və uzadılması ən asan yoldur. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. Dövlət rəhbəri atəşkəs rejiminin ən azı 30 gün uzadılmasını təklif etdiyini açıqlayıb. Ukrayna ən azı 30 gün müddətinə uzadılma ehtimalı ilə mülki infrastruktura uzaq mənzilli pilotsuz təyyarələr və raketlərin hər hansı zərbələrindən çəkinməyi təklif edir. İran Silahlı Qüvvələri müxtəlif sərhəd bölgələri boyunca 10 diviziya yerləşdirib. Bu sözləri İran ordusunun quru qoşunlarının komandanı, briqada generalı Keymaz Heydəri deyib. Generalın sözlərinə görə onlar hərtərəfli kəşfiyyat və təhlükəsizliyi təmin etmək üçün strateji mövqedədir və bu güclü təhlükəsizlik və qabaqlayıcı tədbirdir. Qeyd edək ki, Keymazın bu sözləri yeni fəaliyyət kimi yayılsa da, General yanvarın sonunda da eyni sözləri işlətmişdi. Yəni İran diviziyalarının sərhədə yeridilməsi doğrudursa, bu ən azı bir neçə ay öncə olub. ABŞ-la danışıqlar səmərəli ola bilər. Bunu İran Xarici İşlər Naziri Abbas Arakçi deyib. O bildirib ki, İran və ABŞ arasında xoşməramlılıq və realizm davam etsə, danışıqlar səmərəli ola bilər. Arakçi həmçinin Romada keçirilən danışıqların konstruktiv olduğunu qeyd edib. İsrail ordusunun Livanda keçirdiyi əməliyyat zamanı 4400-cü bölmənin komandir müavini Hizbullah üzvü Hüseyn Əli Nəsir öldürülüb. Bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir. 4400-cü bölmənin komandir müavini vəzifəsini icra edən terrorçu Hüseyn Əli Nəsirə zərbə endirilib. Məlumatı qeyd olunur. Qeyd edilib ki, Nəsir Livana qeyri-qanuni silah göndərilməsini koordinasiya edib, İranlı əməliyyatçılarla qarşılıqlı əlaqədə olub.
Birləşmiş Ştatlar Ukrayna prezidenti Vladimir Zelenskiyə ultimatum verib və ona görə o yeni seçkilərdə iştirak etməməlidir. Bu barədə Ali Radanın deputatı Dubinski özünün Telegram kanalında yazıb. Məndə olan məlumata görə Zelenskiyə ultimatum təqdim olunub. Daimi atəşkəsdən sonra hərbi vəziyyətin və ümumi səfərbərliyin ləğvi. Bundan sonra Zelenskinin iştirak etməyəcəyi seçkilər elan edilir, deyə o qeyd edib. 20 may 2024-cü ildə Zelenskinin Ukrayna prezidenti kimi 5 illik səlahiyyət müddəti başa çatıb. Ölkə konstitusiyasına görə yeni dövlət rəhbəri seçilməli və and içməlidir. Lakin Ukraynada hərbi vəziyyət hökm sürdüyü üçün seçkilər baş tutmayıb. Rusiya ilə münaqişə başa çatdıqdan sonra ölkədə prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Qarşıdan gələn prezident seçkilərində Zelenskinin əsas rəqiblərinin Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zaluzhny və Ukraynanın keçmiş prezidenti Pyotr Poroshenko olacağı gözlənilir. Rusiya və Ukrayna gələn həftə razılığa gələcəklər. Bunu ABŞ prezidenti Donald Trump deyib. Trumpın sözlərinə görə razılığın əldə olunması ölkələrə ABŞ-la geniş miqyaslı iqtisadi əməkdaşlığa başlamağa imkan verəcək. O, ABŞ-ın çiçəkləndiyini və bu tərəfdaşlığın bütün tərəflərə fayda verəcəyini qeyd edib. Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcək. Hər iki tərəf Amerika Birləşmiş Ştatları ilə böyük iş görəcək və sərvət qazanacaq. ABŞ sülh üzrə planını Ukraynaya təqdim edib. Bu barədə Bloomberg agentliyi məlumat yayıb. Məlumata görə sülh razılaşmasına yaxınlaşmaq üçün ilk növbədə Rusiyaya sanksiyaların yumşaldılması nəzərdə tutulur. Qeyd olunur ki, ABŞ-ın təklifinə əsasən müharibə bir il müddətində dondurulacaq. Hər iki ölkənin ordusu öz mövqeyində dayanacaq. Bundan əlavə, Ukraynanın NATO üzvlüyü məsələsinin gündəmdən çıxarılması planlaşdırılır. Eyni zamanda Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi vacib müddəa kimi müəyyən edilib. Rusiya Xarici İşlər Nazirliyi Ukrayna ərazisində NATO kontingentlərinin yerləşdirilməsinin mənfi nəticələrə səbəb olacağını qeyd edib. Bu barədə Nazirliyin Avropa Məsələləri Departamentinin direktoru məlumat verib. Ukrayna ərazisində NATO ölkələrinin hərbi kontingentlərinin peyda olması bizim üçün qəbul edilməzdir və bu, həmin dövlətlər üçün mənfi nəticələr doğuracaq, deyə o qeyd edib.